Azərbaycan son illərdə beynəlxalq aləmdə güclü mövqeyini daha da möhkəmləndirib və regionun aparıcı dövlətlərindən birinə çevrilib. Bugün Azərbaycan həm Cənubi Qafqazda, həm də daha geniş coğrafiyada sabitlik və inkişaf amili kimi çıxış edir. Enerji və nəqliyyat sahəsində həyata keçirilən iri miqyaslı layihələr isə bu liderliyi daha da möhkəmləndirir. Xüsusilə TANAP və TAP kimi qlobal əhəmiyyətli layihələr Azərbaycan qazını Avropaya daşımaqla yanaşı, regionda enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bugünkü mürəkkəb geosiyasi reallıqlar fonunda enerji təhlükəsizliyi qlobal gündəmin əsas mövzularından biridir. Azərbaycan isə bu prosesdə etibarlı tərəfdaş və enerji təchizatçısı kimi çıxış edir. İqtisadi layihələrlə yanaşı, Azərbaycan regional sülh və əməkdaşlıq təşəbbüslərində də aparıcı mövqedədir. Ölkəmiz yeni əməkdaşlıq platformalarının yaradılmasına, bölgədə geosiyasi sabitliyin qorunmasına mühüm töhfələr verir. Eyni zamanda Azərbaycanın əsas prioritetlərindən biri də işğaldan azad edilmiş ərazilərin bərpasıdır. Bu torpaqlarda həyata keçirilən sürətli infrastruktur layihələri, yeni şəhər və kəndlərin qurulması həm milli iqtisadiyyata güclü təkan verəcək, həm də regionda uzun müddətli sülhə və rifaha xidmət edəcək. Azərbaycan güclü iqtisadiyyatı, dayanıqlı diplomatiyası və strateji layihələri ilə regionda liderlik mövqeyini daha da möhkəmləndirir və gələcəyə inamla addımlayır.